sağ ayağında. Solda da problem olmadığı halda baldırda sağlam damar tromb yaranır. Bu azmış kimi xəstənin bir də sol əlinin dirsək nahiyəsində olan damarda tromb yaranır. Buna deyirlər gəzən tromboflebit. Gəzən tromboflebit varsa nəyə axtarmalıyıq? Mən sizə deyəcəm. Birinci, onkologiya axtarılmalıdır, revmatoloji xəstəliklər axtarılmalıdır, genetik trombofilik panel deyil, o yoxlanılmalıdır, bəzən də infeksiyon xəstəliyi araşdırılmalıdır. Bu xanımın deməsinə əsasən ən böyük problem nədədir? Qısa zamanda menstruasiya kəsilib, qəfil bu son vaxtı qanaxma olubdur. Demək, birinci məsələ biz çanaqda onkologiyanı axtarmağımız lazımdır. Bildinmi? Yəni, əlinizdə olan Dopplerdə görülənlər real olaraq göstərdiniz və bunu istənilən bir yerə göstərə bilirsiniz, tamamilə bir-birinə əlaqəsizdir. Aydındır. Amma tromb var, amma bu damar yoxdur axı. Burada yazır, həmin damar var. Olmayan şey deyil mi? Mən sizə qeyd edəcəm o damar. Tromboflebit başlayır. Gəzən tromboflebitdir. Ən çox onkologiyada rast gələ biləcək bir durumdur. Mən sizə izah edəcəm.